sualları verin. Fərq yoxdur, hə. Yoxdur. Bu namazdan sonra edilən zikirlər var. Onlar səsli edilir, yoxsa səssiz edilir? Zikirlər əslində əsl budur ki, əsl budur ki, zikir hamısı səssiz edilir. Bütün zikirlər. Əsl budur. O aya necə demir? Ud'u rabbakum tədarruan və xufyətən. Rəbbinizə yalvararaq və sakitcə dua edin. Sakit, xufyətən. Ona görə alimlər buradan götürüb deyiblər ki, əsl budur ki, bütün zikirlər səssiz edilir. Səssiz edilir. Ta nə gəlməyincə dəlil xüsusi olaraq gəlib bildirir ki, burada bu zikir səslə edilir. Məsələn, həcc ibadətində, ümrə ibadətində təlbiyəni ürəyində deyirsən, sakit, yox. Nə qədər səslə desən, o qədər yaxşıdır. Ləbbeyk, Allahumma ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk. Səslə deyirsən. Amma belə əsl olaraq səssiz deyilir. Amma namazdan sonra edilən zikirlərdə o təsbihatlar yoxdur. Orada alimlərin iki görüşü var. Bir qrup alimlər deyiblər ki, namazdan sonra edilən zikirlər səslə edilir. Səslə. Bunu bəzi hənəflər deyiblər. Mütəaxir həmbəllər deyib. Sonradan gələn həmbəllər deyiblər bunu. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşü deyir. Müasirlərdən Şeyx İbn Baz, Şeyx İbn Hüseymin bu görüşün üzərindədir ki, namazdan sonra edilən zikirlər nə ilə edilir? Səssiz. Səslə. Səslə. Qulaq asmırsan. Səslə edilir. Yəni, Esselamu aleykum və rəhmətullah, Esselamu aleykum və rəhmətullah. Estağfurullah, 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 subhanallah, subhanallah. Səslə, hərə özündə səslə bu zikir edir. Bunu bir qrup alimlər deyiblər. Bir qrup alimlər də deyiblər ki, namazdan sonra edilən zikirlər səssiz edilir. Sakit, hər özündə. Bu, şafilərin görüşüdür və malikilərin görüşüdür. Və bunlar əsaslanıblar nəyə? Daha doğrusu, birinci görüşdə olan alimlər səslə edilir deyənlər. Əsaslanıblar nəyə? Məşhur hədisləri var Buxari Müslimdə. İbn Abbas radiyallahu anhuma deyir ki, mən deyir, namazın qurtarmasını zikirlə bilirdim, deyir. Məsələn, girirdim məscidə, görürdüm namaz qutarıb. Necə bilirdi? Deyir, zikirlərlə. Səslə edirdilər ona görə. O vaxt. Buna əsaslanıb deyiblər. Çoxu bunu deyib. Cümhur alimlər. Məsələn, bir qrup alimlər dedim, deyiblər ki, yox, səssiz edilir. Səssiz edilir. Bunu şafilər deyiblər. Məsələn, İmam Şafi rahimehullah bu hədisə cavab verir. Deyir ki, o deyir, əvvəldə belə edilirdi ki, insanlar o zikri öyrənsinlər. Sonradan deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm tərk etdi. Belə cavab verəndən sonra artıq iş qutardı. Yəni, səssiz edilir. Səssiz. Bunlar nə əsaslanıblar? Emil deyiblər ki, o namazdan sonra edilən zikirlər tərtibatla edilir, yoxsa yox? Ardıcıllıq var? Yoxdur. Sən məsələn, birinci deyə bilərsən, İxlas Fələq Nəs surəsini, soram, təsbihatları edə bilərsən, soram bu. Yəni, yer ardıcıllıq gəlməyib ki, deyiblər ki, hardan götürüblər? Deyiblər ki, bir halda ki, ardıcıllıq gəlməyib, əgər səslə edilsəydi, ardıcıllıq bilinərdi axı. Sahabələr müxtəlif rəvayət ediblər. Bəzisi bunu rəvayət edib, bəzisi bunu rəvayət edib. Ardıcıllıq olmadığı üçün deyiblər ki, səssiz edilirdi ki, ardıcıllıq yoxdur. Əgər ardıcıllıqla gəlsəydi, onlar səslə edilsəydi bilərdilər və ardıcıl hamısını rəvayət edərdilər. Hər bir halda məsələ bu yerdədir, yəni. İki görüş var. Bir qrup alimlər deyiblər ki, səslə edilir, bir qrup alimlər deyiblər ki, səssiz edilir. Allahu aləm, haqqa daha yaxın olan görüş ikinci görüşdür. Səssiz edilməsi. Hə?